birinci sualın izahına baxaq. Situasiyadır. Deyir, valideynlər 2 aylıq sağlam uşağı həkim qəbuluna gətirirlər. Onlar həkimdən uşaqdan qan götürmədən onun qan qrupunu müəyyən etməsini istəyirlər. Valideynlərin öz qan qrupu ilə bağlı dəqiq məlumatlar olmasa da, onlar özlərinin qan tərkibi haqqında bu məlumatları həkimə təqdim edirlər. Bu dişidir, bu erkək, daha doğrusu bu anadır, bu atadır və deyir ki, anada yalnız anti-A, anti-T-li rezus mənfidir. Yəni 3-cü qan qrupuna malikdir və mənfi qan qrupudur. Atada isə yalnız rezus müsbət və A antigeni var. Deməli, antigen deyəndə A antigeni deməli bu 2-ci qan qrupudur və müsbət qan qrupuna malikdir. Deyir, valideynlərin qan tərkibinin məlumatlarına əsasən həkim uşağın qan qrupu haqqında dəqiq məlumat verə bilərmi? Təbii ki, xeyr. Gəlin nə üçün belədir ona baxaq. Birinci dedik anada 3-cü qan qrupudur. Yəni 3-cü qan qrupu ola bilər BB olsun və yaxud B0 olsun. İkinci qan qrupu da ola bilər AA olsun, ola bilər ki A0 olsun. İndi bunların çarpazlaşmasına baxsaq ayrı-ayrı. Burada həm tutaq ki homozigot olarlarsa sadəcə 4-cü qan qrupuna malik uşaqlar doğulacaq və bu o deməkdir ki doğulacaq, amma mənfi və müsbət fərqləri olduğuna görə biz bu uşağın dəqiq olaraq mənfi qan qrupuna və yaxud müsbət qan qrupuna malik olduğunu deyə bilməyəcəyik. Əgər heterozigot olarsa, yenə də qan qrupları cəhətdən baxsaq, antigen, antitel cəhətdən baxsaq, 1, 2, 3, 4-cü qan qrupuna malik uşaqların hər biri doğula bilər. Ona görə də biz burada dəqiq deyə bilmərik, sadəcə ehtimalları deyə bilər həkim. Həmçinin də bu heterozigot olanda yenə də mənfi yaxud müsbət olduğunu biz bilə bilmərik. Ona görə də bu sualın cavabı xeyir olur. Cədvəli tamamlayın. Valideynlərin qan qrupunun genotipləri heterozigot olarsa bunu yazdıq, hətta burada da B0, bu da A0 olacaqdır. Belə. Sonra burada deyir ki, bu ailədə uşaqların olunan qan qruplarının genotipləri, gəlin yenə cədvəl quraraq aydın sizə görsədək. Deməli, tutaq ki, anada B0-dırsa, atada da A0-dırsa, bax görürük, burada 4-cü qan qrupu, 2-ci qan qrupu, 3-cü qan qrupu və 1-ci qan qrupuna malik uşaqlar doğula bilər. Ona görə burada AB, 00, AO və BO qan qrupunu yaza bilərik. Anaya öz qan qrupundan olan rezus müsbət qan köçürülərsə nə baş verə bilər? Cavabınızı əsaslandırın. Ana mənfi qan qrupuna malikdir. Yəni burada zülal yoxdur. Bizim qan qruplarımızda, müsbət qan qrupunda olan zülal yoxdur. Əgər müsbət qan qrupundakı zülal ora köçürülərsə, deməli artıq bu ölümlə nəticələnə bilər. Qanda düzgün işləməz heç bir şey. Ona görə yəni köçürə bilməz. Amma müsbət qan qrupu mənfi qan qrupuna köçürə bilər. Üzr istəyirəm, təsdiq etməliydim. Mənfi qan qrupu müsbət qan qrupuna köçürülə bilər. Amma müsbət qan qrupu mənfi qan qrupuna köçürülə bilməz. Bu məlumat heç lazım da deyil sizə. Bunu boş verin. Amma birincisi ola bilməz. Ona görə də xeyir deyirik.